Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâ'u lillahi rabbil âlemin vel âkıbetu littaqvâ vel yaqîn. Vessalatu vesselamu ala eşrefil enbiyâ'i vel mursalin. Habibina ve habibi ilahil âlemin. Ebil Kasım Muhammed sallallahu aleyhi ve âlihi ve sellem. Ve ala ehli beyti teyyibine tahirinel ma'sumin. Ve la'natullahi ala a'daihim ecma'in. Minel âne ila kıyavmi yevmiddin. Rabbi şrah li sadri ve yassir li emri. Ve hlul uqdeten min lisani. Yefqahu kavli. Sadakallahul aliyyul azim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bu müqəddəs Ramazan ayıdır və Qədir gecələridir. Dedik ki, həm Həzrət Əli ibn Əbi Talib əleyhissalamın şəhadət günləridir və həm də eyni zamanda bizim xalqımızın milli dəyərlərindən olan yazın gəlişi Novruz bayramıdır. Təbii ki, Novruz bayramı bir İslami bayram deyil. Çünki Novruz bayramının tarixi İslamdan çox-çox öndədir. İslamdan çox qədim bir tarixdir. Lakin bizim və xüsusilə bu region xalqlarının qədimi bir bayramıdır və çox da gözəl bir bayramdır. Nə xoş ki, bu bayramın içərisində çoxlu İslam şəriətinin hökmlərinə uyğun adət-ənənələrimiz də var. Diqqət edirik. Məsələn, bu bayramda ən çox gördüyümüz işlərdən biri nədir? Qohumları ziyarət eləmək, dindir, silə rəhmi yerinə yetirin. Xəstələri başa çıxmaq, uşaqları sevindirmək, evi, həyəti yığışdırmaq, küsüllərin baraşdırılması. Bunlar elə İslamın şəriətin dediyi qaydalardır, qanunlardır və xüsusilə həm Ramazan ayında bu işlər çox tövsiyə olunub, həm də bizim milli bayramımızın adət-ənənələrindəndir və nə gözəl ki, bunlar bir yerdə uzlaşırlar. Daha çox əzəmət tapır bu şeylərlə. Təbii ki, bu bayramın içində xurafat varsa, biz o xurafatı inkar edirik. İslam dininə zidd olan hər bir adət-ənənəni biz inkar edirik. Çünki İslam da gələrkən ölkələrə, coğrafiyalara yayıldıqca, İslam o ölkələrdəki millətlərin mədəniyyətlərinə baxırdı, bayramlarına baxırdı, adət və ənənələrinə baxırdı. Deyirdi, bunun İslamla ziddiyyəti yoxsa yaşadın, nə gözəl. Bu xalqın dəyəridir. Xalqın dəyərinə toxunmaq olmaz. Əgər İslamın birbaşa qayda qanunlarına ziddirsə, deyirdi, bunları yığışdırın. Təbii ki, bir adət ki, İslam qayda qanunu ilə uzlaşmırsa, məsələn, deyək də, qulaq falına çıxmaq heç kimin ixtiyarı yoxdur ki, kiminsə məhrəm söhbətinə qulaq alsın, haramdır. Bəli, bu cür adətlər yığışdır. Amma nə gözəl adətləri var. Qohumlar bir-birinə gedir, dostlar bir-birinin evinə gedir, küsüllər barışır, uşaqlar sevindirilir. İnsanlar gedir, qəbirlərini ziyarət edir. İnsan var ki, bir il boyunda gedib bir atasının qəbrini ziyarət eləmir. Bir Novruz bayramında ən azından bir fürsət bilir, gedir, ziyarət edir. Bunlar nə gözəl əməllərdir və tarixdə də keçir ki, Həzrət Əli əleyhissalamın dönəmində Məhəmməd ibn İsmail Əl-Buxari özünün Ət-Tarix Əl-Kəbir adlı əsərində qeyd edir bu hadisəni. Əhl-i Sünnənin böyük imamlarından da bunu yazan. Bir gün Həzrət Əli əleyhissalam üçün bir bişmiş yemək növü, bir bişinti gətirmişdilər hədiyyə olaraq. Həzrət soruşdu ki, bu nədir? Dedi ki, bu bəzi xalqların bayramı var, bugün Novruz bayramıdır və o bayramın adətlərindən də bunu bişirmək. Necə, məsələn, bizdə indi şora var, şəkər bura var, paxlava var. Necə bir bişinti idi o bayramın terminlərindən, adət-ənənələrindən idi. Həzrətçin gətirdilər. Həzrət soruşdu, bayramın mahiyyəti nədən ibarətdir? Dedi, bunlar yazın gəlişini qeyd edirlər, bu cür adətləri var, ənənələri var. Həzrət buyurdu ki, onda çalışın, bacarsız, hər gününüz Novruz olsun. Yəni, nə gözəl adətdir bunlar. Yaşadın bu adətləri. Ona görə də bu dəyərlərimiz yaşatmalıyıq. Necə
dini biz dəyərlərimizi yaşadırıqsa, eyni zamanda biz milli dəyərlərimizə də hörmətlə yanaşırıq və onları yaşadırıq və sevə-sevə yaşadırıq. Məsələ budur. Yəni, səmimi desək, bəzi insanlar var, düzdür, məsələn, xalqın adətidir, qoruyuram, yox. Biz axı bu Novruzun adətlərlə böyümüşük də. Yəni, uşaqlığımız bu adətlərlə keçir. Biz axı doğmadır, əzizdir bu bayram. Yəni, həqiqətən biz bunu sevərək yaşadırıq. Və bu bayramın çox tövsiyə olunmuş əməllərindən və həm də dinimizin çox tövsiyə olunmuş əməllərindən də biri nədir? Bu günlərdə ehtiyaclara yetişməkdir. Bu günlərdə kasıb ailələrə, yetimlərə yetişməkdir. Bu günün şəhidi Əli ibn Əbi Talib əleyhissalamın son anda bir vəsiyyəti var. İnşallah qismət olar bir dəfə oxuyarıq. Mən yadımdadır, neçə illər bundan öncə bir dəfə oxumuşduq o Həzrətin vəsiyyətini. Bu cür başlayırdı. Vallah, vallah, fissalat. Allaha 2 dəfə and içirdi, yəni işin təkidini çatdırmaq üçün. Sonra nəyizə tapşırırdı. Deyirdi, Allaha and verirəm. 2 dəfə and verəndən sonra deyirdi, namazdan müqayət olun, həcdən müqayət olun, əmr bi mərufdan müqayət olun. Və bir yerində gəldi, Həzrət çatdı, dedi, vallah, fəllah, fil əytam. Sizi yetimləri tapşırıram, yetimlərdən müqayət olun. Və xüsusilə qüsurlu insanlar cəmiyyətimizdəki var, o qüsurlu insanlardan biz müqayət olmalıyıq. Allahın yaratdığıdır, təqdiridir. Biz onlara heç vaxt yuxarıdan aşağı baxmamalıyıq. İnsan da gözü görmür, insan da qulağı eşitmir, insan da əli şikəsdir, ayağı şikəsdir. Ya əvvəldən anadan gəlmə, dünyaya gəlişi ilə bu cür dünyaya gəlib, ruhu çatışmamazlığı var, əqli çatışmamazlığı var və yaxud sonradan hər hansı bir hadisə ilə bu şəxsin başına gəlib. Ona görə bu cür insanlar xüsusilə bu ayda daha diqqətlə saxlanılmalıdır. Çünki bizim heç birimizin bədən şəklinə görə biri digərindən üstünlüyümüz yoxdur. Mən gözələm, mən yaraşıqlıyam, mən bərbədənliyəm. Sağlamam, bunlar heç bir üstünlük deyil Allah yanında. Allah yanında Quran-ı Kerim buyurur, ya eyyuhənnas, inna xələqnəkum min zəkər vəl-unsa və cəəlnəkum şuuban və qəbailən li-təarafu. Ay insanlar, biz sizi bir ata, bir anadan xəliq elədik. Bundan sonra biz sizi xalqlara, irqlərə, millətlərə böldük. Böldüklə təarafu, bir-birimizi tanımaq üçün bölmüşük. Bu bölgülərin heç birinin bir-birindən üstünlüyü yoxdur. Qara dərinin, ağ dəridən, nə bilim, gözü naziklə, gözü irinin, ərəblə, əcəmin, bunların heç birinin bir fərqi yoxdur, Allah deyir. İnnə əkrəməkum indəllaha ətqakum. Allah yanında təqvalılar hörmət sahibidir.